Elvin məncə həyatdan məsələn zövq almağa bacaran insandır. Bax, çiynində Azərbaycan bayrağı, qolunda, sağ qolunda Qarabağın atributu, Qarabağ bayrağı, şərfi, əlində kamera, o başındakı bilmirsən nədir? GoPro-dur, GoPro kameradır. O ətrafı çəkmək üçün adətən o GoPro-dan velosipedçilər istifadə edirlər, dağ velosipedçiləri. Orada yenə ətrafı belə çəksinlər. Yəni insan bu anı əbədiləşdirir öz üçün. Həmin Elvinin bu rahatlığı çox xoşuma gəldi. Bəlkə də elə onun yaxşı futbolçu olmasına bax, əsas bu xarakterdir, rahatlığıdır. Fikirləşmir də, indi kimsə mənə orada nə deyəcək. Olur da, bəzən yazırlar da orada, bu özün göylə aparır. Burada heç nə eləmir. İnsan sadəcə həyatdan həzz alır. Burada neyinir ki, özün göylə aparır? Heç nə. Normal, həqiqətən maraqlı görüntüdür. Xoşum gəlir, belə maraqlı görüntülərlə yadda qalan insanlardan. Kürt topuğundan, Araz aşığından deyirlər ya tərsinə. Elvin içində sanki elə həyat belə bu tərzdə keçir. O sən düşünmür də, mən bu hərəkəti eləyəcəm, mənim haqqımda insanlar nə düşünəcəklər? Əgər xoşuna gəlirsə bunu eləyir. Və mən həmişə demişəm də, əgər sənin elə etdiyin hərəkət başqalarının narahatlığını pozmursa, yəni sən hər bir şey eləməkdə sərbəstsən və Elvin də burada sadəcə sevincini bu cür biruzə verir. Sadəcə onu eləyən adam da fikirləşməlidir, dilinə görə dilçəyi olmalıdır. Futbol meydanında da bu elədiyi o özgüvənli hərəkətlərimi deyim, özündən o rahatlığımı deyim, meydanda da göstərməlidir. Bugün